Sosial mediada satış edən də, izləyici gətirən də biodur. Bir nəfər məndən konsultasiya almaq istəyirdi və deyirdi ki, 8 milyonluq bir video baxışım var və orada 3,2 milyon şəxs mənim profilimə ziyarət edib, amma sadəcə 200 nəfəri izləməyə alıb. Və ortalıqda nə bir məhsul satışı var, nə bir ödəmə var, heç bir əlaqə yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, profil hissəsində yerləşdirdiyimiz o 150 hərflik ki, mətin var, o bizim bir dift söhbəti mətnimizdir. Təsəvvür edin ki, hər o 3,2 milyon şəxslə siz diftdə təkbətək qalmışsınız və onlara özünüzü təqdim eləmişsiniz. Və onlar sizdən nəsə alıblar və ya almayacaqlar. Buna qərar verən sizin o profil səhifənizdəki 150 hərflik mətindir. İndi bu 150 hərfi ən ideal bir şəkildə yaza bilməyiniz üçün sizin üçün qəşəng bir bələdçi hazırlamışam. Orada çox qəşəng strukturlu formada, etap-etap, heç nə bilməyən bir şəxs belə, texniki bacarığı olmayan bir şəxs belə, ümumiyyətlə bu sahədə anlayış olmayan bir şəxs belə, bir o təlimatlara uyğun, çox effektiv şəkildə bir bio hazırlaya bilər. Belə bu şəkildə həmin o bələdçini əldə etmək üçün şərhə PDF sözünü yazın, sizə göndərin.